Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrafil enbiyai vel mursalin nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Deməli, Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Yevme la yenfe'u malun ve la banun illa men etallaha bi qalbin selim." Yəni o gün, qiyamət günü insana nə mal dövlət, nə də ki övlad fayda verməyəcək. Yalnız salamat qəlblə gələn kimsədən başqa. Yəni ayə bunu göstərir ki, insana qiyamət günü fayda verən, öncəlik olan, yəni ona daha çox faydası toxunan, onun bağışlanmasına səbəb olan və əzabdan qurtulmasına səbəb olan ilk öncə onun salamat qəlbinin olmasıdır. Yəni salamat qəlbi yoxdursa, onun mal dövlətinin, onun sədəqəsinin, onun övladının ona faydası olmaz. Və İbn Qayyim rahimehullah bu ayənin təfsirində buyurur ki: "İnnel qalbes selime'llezî yencu min azabillahi huvel qalbullezî qad selime min hâzâ ve hâzâ." Deyir ki, salamat qəlb o qəlbdir ki, hansı ki Allahın əzabından nicat tapan qəlbdir. Salamat qəlb budur. Yəni qiyamət günü bu qəlb, salamat qəlb sahibi qiyamət günü Allahın əzabından nicat tapacaq. Və o qəlb salamat olan qəlbdir. Nədən salamat olur? Fəhuvel qalbullezî qad selime li rabbihi və selime li əmrihi və səlləmə li əmrihi. Yəni bu qəlb o qəlbdir ki, Allaha və Allahın əmirlərinə təslim olan qəlbdir. Allaha və Allahın əmirlərinə təslim olan qəlbdir. وَلَمْ تَبْقَ فِيهِ مُنَازِعَةٌ لِأَمْرِهِ وَلَا مُعَارَضَةٌ لِخَبَرِهِ فَهُوَ سَلِيمٌ مِمَّا سِوَى اللّٰهِ وَأَمْرَهُ لَا يُرِيدُ إِلَّا اللّٰهِ. Yəni bu qəlbdə Allahın əmrinə qarşı heç bir etiraz yoxdur. Bu qəlbdə Allahın verdiyi xəbərlərə qarşı heç bir ziddiyyat yoxdur. Heç bir yəni müxalifçilik yoxdur. Yəni yalnız Allaha təslim olan qəlbdir. Bu qəlbdə yalnız Allah var. Allahın istəyi var. Və la yef'alu illa ma amarahullah. Və yalnız Allahın əmr etdiyini edir. Yalnız Allahın əmr etdiyini edir. Fallahu vahdehu gayetuhu və əmrahu və şər'ahu və vəsilətuhu və tariqatuhu. Yəni bu insanın qayəsi, hədəfi, məqsədi yalnız Allahın əmridir, Allahın şəriətidir, Allahın qoyduğu vəsilələrdir və Allahın yoludur. Yəni başqa bir şey yoxdur. La ta'tariduhu şubhatun tahawwala beynehu və beynə tasdiqi xəbərihi. Onun deyir ki, yəni bu qəlb sahibində, salamat qəlb sahibində bu qəlblə Allahın verdiyi xəbərlər barəsində arasına heç bir şübhə daxil olmur. Yəni Allahın verdiyi xəbərlərə heç vaxt şübhə eləməz. İstir keçmişdə olan şeylər olsun, Allahın verdiyi xəbərlər, keçmişdə baş verənlər olsun, istər gələcəkdə baş verəcəklər olsun. Lakin la temurru alayhi illa wa hiya mujtazatun ta'lamu annahu la qarara laha fihi wa la shahwata tahawwala beynehu və beynə mutaba'ati ridahu. Yəni bu qəlb sahibidir ki, yəni Allahın verdiyi xəbərlərdən iman gətirərək üstündən keçir gedir. Onlara iman edərək üzərindən keçib gedir və bilir ki, yəni onun bu dünyada əbədi qalacaq yeri yoxdur. Bu dünya onun üçün əbədi qalacaq bir yer deyil və bu dünyada olan şəhvətlər də deyir, onu ilə Allahın razılığı və ona tabi olmaq arasına daxil ola bilmir. Bu dünya şəhvətləri bu salamat qəlblə Allahın razılığını qazanmaq və ona tabi olmaq, onun əmrinə itaat etmək arasına daxil ola bilmir. Bəli.